Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə mətn davranışı haqqında danışacağıq. CSS-də mətnlərin davranışını necə dəyişdirə bilərik və onlara necə təsir göstərə bilərik, bunlar haqqında sizə məlumat vermiş olacağam. Burada sadə bir HTML sənədim var. Ctrl-B edib sol tərəf bağlayıram. H1 və P var burada. Sadəcə bu ikisi üzərində belə deyək də burada qeyd etdiklərimi praktik etmiş olacağıq. Text align ilə başlayaq gəlin. Məsələn, fikir verin burada H1 yazmışam, elə deyil. H1 təqi içərisində CSS mətn davranışı yazısı var, mətni var. Burada mən yazsam əgər H1 yazsam və burada text align yazacağam. Text align yazdığım zaman mənə seçimlər çıxır. Məsələn, center etdiyim zaman, Ctrl S elədiyim zaman fikir versəz bu gəldi mərkəzdə yerləşdi. İndi məsələ nədir? Baxın. Burada daha aydın başa düşmək üçün bunu sol tərəfə çəkirəm biraz. Baxın, bunu çəkirəm sol tərəfə və sağ düymə edib inspect edirəm. Inspect elədikdən sonra fikir verin. Burada bu işarəyə klik eləyin. Siz artıq burada hər hansı bir təqin üzərinə getdiyiniz zaman onun tutduğu ərazini görəcəksiniz. Baxın, burada fikir versəz H1 bu sətri əvvəlindən sonuna qədər tutub. Məsələn, bunu mən biraz sağa gətirsəm əgər, bu formada sağa gətirsəm, yenə üzərinə gəlsəm, fikir versəz yenə soldan sağa qədər sətri tutubdu H1. Elə deyil. Və nəticədə biz burada text align center dediyimiz zaman bu tutulan yerin tam ortasına yerləşdirilmiş olur mətn. Baxın, tutulan yerin tam ortasına mətn yerləşdirilmiş olur. İndi bunun üzərinə klik elədiyimiz zaman baxın, style hissəsi var. Ola bilər sizdə aşağıda bu formada olsun, bağlı olsun. Bunu qaldırın yuxarı. H1-ə görürsünüz ki, burada text align var. Və bunu bağlasam buradan bağladım. Hal-hazırda mən orada yazsam da brauzerdən bağladım deyə təsir olunmur. Və bunu açıram. Text align center oldu. Fikir verin, mərkəzdə yerləşdi, centerdə yerləşdi. Və ya bunun üzərinə klik edib left yaza bilərəm. Left yazdığımız zaman default olaraq sol tərəfdə yerləşəcək. Və yaxud da ki, mən buna right yaza bilərəm. Baxın, sağ tərəfdə yerləşdi. Fikir verin, H1 içərisində, baxın, diqqətli olun, bu tutduğu yerdə ən sağda yerləşdi. Bu tutduğu yerdə ən solda yerləşdi. H1-in tutduğu yerdə. Və H1-in tutduğu yerdə tam mərkəzdə yerləşdi. Nə yazdığımız zaman? Center yazdığımız zaman. Baxın, buradan yazıb, burada birbaşa təsirini görə bilirik də kodların. Təbii ki, refresh eləsəm, burada necədirsə, avtomatik ona qayıdacaq. Təzədən ona qayıdır. Amma buradan brauzerdən də yoxlaya bilərsiniz. Yəni, qısacası bunu bağlayıram buradan. Bunu gətirirəm biraz sağa. Və buna burada əgər left desəm, Ctrl S eləsəm sol tərəfdə olacaq və ya right desəm, baxın, ən sağ tərəfdə, daha doğrusu left deyəndə sol tərəfdə olacaq, right dediyim zaman ən sağ tərəfdə olmuş olacaq. Aydındır? Və bununla, yəni text align-la biz mətnlərin yerini təyin edə bilirik. Və yaxud da gəlin buna da center deyək. Baxın, center deyirəm. Daha sonra düşürəm aşağı. P var, elə deyil. P-yə də deyirəm ki, text align-ın center olsun. Ctrl S eləyirəm. İkisi də mərkəzdə gəlmiş oldu. Aydındır? Text align-la bunu etmək mümkündür. Təbii ki, mən burada daha çox istifadə olunanları yenə sizə izah eləyəcəm. Yəni, sayısız hesabsızdır, çox istifadə olunan, belə deyək də, özəlliklər var, amma onların hamısını izah edib sizin beyninizi doldurmayacağım. Çünki lazımsız məlumatlar olacaq, sadəcə ilişəcəksiniz, qalacaqsınız. Sonda gedib sonra JavaScript-ə başlayanda artıq, belə deyək də, problem yaranmağa başlayacaq sizdə. Çünki CSS-də o qədər yüklənmiş olacaqsınız. Ona görə daha çox istifadə olunanları sizə izah etmiş oluram. Daha sonra Ctrl S eləyək, bu səhifəmiz qayıtsın yerinə. H1 yaza bilərik, bunu da gətirək aşağı. H1 yazıram burada, baxın, later space var burada. Fikir versiniz, hərf boşluğu, hərflər arası boşluğu təyin edəcəyik. Later space yazdığımız zaman normal yazsa, Ctrl S eləsək bu formada normal olacaq. Mən piksellə deyə bilərəm, məsələn 12 piksel olsun. Ctrl S eləyirəm, baxın, hərflərin arasındakı məsafə artdı. CSS necə yazılmışdı az öncə, Ctrl K eləyirəm, baxın, bu formadadır. Amma mən 12 piksel yazdığım zaman hər bir hərfin arasında 12 piksel boşluq olsun demiş oldum. Təbii ki, pikseli və s. də izah edəcəm bir neçə dərs sonra. Heç narahat olmayın, bu ölçü vahididir, nədir bunlar? Bunları izah edəcəm. Bu formada və ya deyə bilərəm, məsələn, 20 olsun. Ctrl S elədiyim zaman hər bir hərf arasında 20 piksellik boşluq buraxılmış olur. Bu belə, indi təbii ki, bunun gəlin 12 eləyə qalsın burada. Fərqi yoxdur, hər hansı bir şey eləmək olar. P üçün də bunu etmək olar. Məsələn, gəlin P-yi də tətbiq eləyək. Deyək ki, later space-imiz olsun, məsələn, 11 piksel olsun. Ctrl S eləyirəm, baxın, burada da hərflər arasındakı boşluqlar artmış oldu. Ctrl K eləyirəm, daha sonra
Baxın, heç bəlkə bunu istifadə eləməyəcəksiniz hərflər arası boşluqdan. Həqiqətən elədir. Real layihədə bəlkə istifadə eləməyəcəksiniz. Sadəcə bu dərsdən də məlumatınız olması üçün text align-ı tək izah etmək istəmədim və öncəki dərsimizin ardı da bu dərs əslində belə demək olar, mətn formatlaşdırmanın. Sadəcə bunu ayrı dərsdə izah etmək istədim. Bir də word space var. Adından bir görsəndiyi kimi sözlər arasında artıq sözlər arasındakı boşluğu təyin etmiş olacağıq. Məsələn 12 piksel deyirəm. Baxın, yalnız sözlər aralandı, hərflər aralanmadı. Yalnız sözlər, hər bir söz bir-birindən aralanmış oldu. Məsələn 20 piksel desəm əgər, Ctrl S eləsəm, baxın 20 oldu. Və ya məsələn daha çox eləyək, 50 piksel eləyək, baxın daha çox artmış oldu bu formada. Və təbii ki, bunu nəyə də tətbiq edə bilərik biz? Ctrl KC eləyək, gələk bura, P-yə də tətbiq edək. Word space-imiz olsun, məsələn 25 piksel. Ctrl S eləyək. Baxın bu formada hər bir söz arasında nə oldu? 25 piksellik boşluq yaranmış oldu. Məsələn burada daha sonra text align center deyərəm. Baxın text align center deyərəm. Bu formada ortaya gətirirəm. Daha sonra məsələn buna color deyərəm ki, red olsun. Bu formada keçdiklərimizdən indi yazıram da bir neçə dərs keçək, ondan sonra zaten praktik etmiş olacağıq. Orada daha aydın görəcəksiniz. Aydındır? Bu formada, yəni biz tətbiq edə bilərik. Təbii ki, colordan text align-da qaldırıram buradan. Text align qala bilər əslində. Text align qalsın. Bu formada ikisini yazaq burada, kifayət eləyəcək. Aydındır, yəni bu 3 dənə özəlliklə biz HTML təqlərinə göstərdiyim qaydada təsirlər göstərə bilmiş oluruq. Bir sonraki dərsimizdə Google font haqqında danışacağıq. Çalışıram ki, dərsləri qısa-qısa tutum ki, sizə sıxıcı olmasın və hissə-hissə izah edirəm ki, belə deyək də siz də motivasiyanı öyrənə biləsiniz. Bir sonraki dərsimizdə qeyd etdiyim kimi Google Fonts haqqında danışacağıq. Bir sonraki dərsdə görüşək.